Salam, xoş gördük hər birinizi, əziz abituriyentlər. Artıq sizlərin imtahanınıza sayılı günlər qalıbdır. Bu məqsədlə mən də çalışdım ki, sizlər üçün iqtisadi coğrafi proqramların müəyyən bir hissəsinin qeydlərini yaradım. Ümid edirəm ki, imtahanda uğurlar əldə edərsiniz. Gəlin isə mövzumuza başlayalım. Deməli, Şirvanşahın iqtisadi coğrafi rayonu haqqında bizim burada xüsusi qeydlərimiz var. Bu qeydlərə baxdıqda ilk öncə biz burada xəritəmizi görürük. Yəni Şirvanşahın iqtisadi coğrafi rayonunun xəritəsini görürük ki, bu xəritəni təhlil etməliyik. Yanınıza saxlayın əziz şagirdlər. Hər hansı bir mövzunu öyrənən zaman, əgər qarşınıza coğrafiyadan hər hansı bir xəritə çıxarsa, bu xəritəni ilk öncə təhlil etməlisiniz. Əgər bu xəritə haqqında müəyyən bir məlumatınız varsa, müəyyən biliklərə sahibsinizsə, artıq həmin xəritəni təhlil etməklə siz müəyyən məlumatları, əzbər xarakterli məlumatlardan yaxa qurtarmış olursunuz. Ona görə də həmişə biz deyirik ki, xəritəni gördükdə o xəritəni təhlil etməklə mövzumuza başlamalıyıq. Biz burada Şirvanşah iqtisadi coğrafi rayonu haqqında məlumat toplaya bilərik. Yəni ki, hər hansı bir xəritə üzərində ki, burada Şirvanşah iqtisadi coğrafi rayonunun tutduğu ərazi göstərilibdir. Həmin bu xəritəyə baxmaqla müəyyən məlumatları əldə edə bilirik. Məsələn, burada Hacıqabul inzibati rayonu, Salyan inzibati rayonu, Neftçala inzibati rayonu və Biləsuvar inzibati rayonlarını biz görürük. Biz buradan deyə bilərik ki, Şirvanşah iqtisadi coğrafi rayonu Xəzər dənizə çıxışı var. Şirvanşah iqtisadi coğrafi rayonu ərazisindən Kür çayı keçir. Şirvanşah iqtisadi coğrafi rayonu həmçinin hər hansı bir xarici ölkədə sərhəddə yerləşir. Yəni İranla sərhəddə yerləşəcəkdir. Şirvanşah iqtisadi coğrafi rayonunun Kürlə Kür sahəsində yerləşən inzibati rayonlarına biz baxsaq, Hacıqabul, Neftçala, Salyan və s. Digər inzibati rayonları təhlil etsək, Biləsuvar inzibati rayonu İranla sərhəddə yerləşir. Burada Xəzər dənizə çıxışı olan Salyan və Neftçala inzibati rayonlarını biz qeyd edə bilərik. Həmçinin Hacıqabul inzibati rayonu Kür çayının sol sahilində, Şirvan və daha doğrusu Salyan və Neftçala inzibati rayonları isə Kür çayının hər iki sahilində yerləşəcəkdir. Bu məlumatları buradan biz əldə etdikdən sonra digər məlumatları keçid əldə edə bilərik. Yəni ki, artıq biz bu xəritəni təhlil etdik. Bu xəritədən biz qeyd edə bilərik ki, Şirvanşah iqtisadi coğrafi rayon ərazisində yarımsərə quru çöl iqlim tipi yayılmışdır. Yəni ki, həmin bu ərazidə yayı quraq keçən və qışı mülayim keçən yarımsərə quru çöl iqlim tipi yayılmış olacaqdır. Bu məlumatları biz haradan əldə etmişik? Bu məlumatları biz əvvəlki fiziki coğrafiyada öyrəndiyimiz bölmədən əldə edə bilirik. Daha sonra isə bizim iqtisadi coğrafi rayonlarda, həmçinin iqtisadi bölmədə, coğrafiya iqtisadi bölməsində artıq müəyyən məlumatlar var ki, qanuna uyğunluğa tabe deyil. Biz bunları əzbər bilməliyik. İndi gəlin baxaq, bu əzbər biləcəyimiz məlumatlar hansılardır? Misal, Şirvanşah iqtisadi coğrafi rayonuna uyğun olan. Sahəsi 6,8 min kvadrat kilometr tərkibinə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan inzibati rayonları daxildir. Şimal, cənub və şərq-qərb nəqliyyat dəhlizinin üzərində yerləşir. Artıq baxın, burada hər hansı bir məlumat, məsələn, şimal, cənub və şərq-qərb nəqliyyat dəhlizinin üzərində yerləşməsini mən xəritdən təyin edə bilmərəm. Və yaxud da ki, hər hansı bir qanuna uyğunluq əsasında bunu təyin edə bilmərəm. Mən bunu əzbər şəkildə bilməliyəm və kitabda verilən məlumatlara əsasən. Daha sonra Şirvan Salyan sənaye qovşağı və Şirvan və Hacıqabul nəqliyyat qovşaqları. Yəni Şirvan Salyan sənaye qovşağıdır. Şirvan və Hacıqabul isə nəqliyyat qovşaqlarıdır. İqtisadi coğrafi rayon arasında Osmanlı Astara dəmir yol xəttindən Neftçalaya dəmir yol xətti çəkilmişdir. Neft, təbii qaz, yollu bromlu sular Neftçalada Babazənən və Mişovdağ ki, yollu bromlu sular hesab olunur. Neftçalada istehsal olunan yollu bromlu sulardır ki, bu həmin yollu bromlu sular Çin, Hindistan, Polşa, Rusiya, Latviya ixrac olunur. Plastik kütlə zavodu Salyanda, xalçaçılıq Hacıqabulda, meyvə tərəvəz konservi Biləsuvarda, balıq yetişdirilməsi Xıllı, energetika isə Şirvan cənub dirəsi, yəni Şirvanda cənub dirəsi yerləşir ki, Dövlət Rayon Elektrik Stansiyası mövcuddur. Dreslər
həm istilik, həm belə deyək, enerji əldə olunur Dreslerdən, həmçinin istilik əldə olunacaqdır. Biləsuvarda sərhəd keçid məntəqəsi mövcuddur. Çünki biz bilirik ki, Biləsuvar İranla sərhəddə yerləşir. Ərazisindən Bakı-Qaza, Bakı-Astara dəmir yolu, avtomobil yolu daha doğrusu, Bakı-Tbilisi və Ələt-Culfa, Osmanlı-Astara dəmir yol xətləri keçir. Göllər Hacıqabul gölü, Hacıqabul və Şirvanda, Duzdağ gölü Salyanda, Mahmudsala, Biləsuvar və Cəlilabadda ki, Cəlilabad Lənkəran Astara İqtisadi Coğrafi rayonu arasında daxildir, amma Mahmudsala gölü Biləsuvar və Cəlilabadın ərazisində yerləşəcək. Biləsuvar da Şirvan İqtisadi Coğrafi rayonuna aid olduğu üçün biz bunu bu formada qəbul edirik. Burada xüsusi olaraq qeyd etmişəm. Və Mahmudsala gölündən də belə deyək, Bolqarçay Mahmudsala gölünə tökülürdü. Su anbarları Pir Saat xüsusilə də Hacıqabulda yerləşir və Bolqarçay Biləsuvarda yerləşəcək. Qoruq və yasaqlılar Şirvan Qoruq və Milli Parkında Salyan və Neftçala su quşları, ceyranlar qorunur. Bu bizim Şirvan İqtisadi Coğrafi rayonuna aid olan xüsusi qeydlərimiz idi. Ümid edirəm ki, sizin üçün faydalı oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.